Salam əziz izləyicilər. Bugün sizə yuxu və onun möcüzəvi hormonu melatonin haqqında danışacağım. Bizim orqanizmimizdə bioloji saat deyilən bir sistem var. Bu, hipotalamus deyilən bir mərkəzdən idarə olunur. Beynimizdəki hipotalamus mərkəzindən idarə olunur. Bu sistemin işi bizim hormonal sistemimizin, maddələr mübadiləsinin, sinir sisteminin, gündəlik ritmini nizamlamaqdır. Koordinasiya etməkdir. Bioloji saatımız işığa görə nizamlanır. Gündüz işıq beynimizə siqnal ötürür və orqanizm gündüz rejiminə keçir. Hormonlar, maddələr mübadiləsi gündüzə görə nizamlanır. Qaranlıq düşdükdə isə beyinə siqnal gedərək orqanizmin bioloji saatını gecə rejimə keçirilir. Və gecəyə uyğun olaraq hormonlar ifraz olunmağa başlayır və maddələr mübadiləsi isə zəifləyir. Gecə bioloji saatımızı idarə edən melatonin hormonudur. Melatonin hormonu epifiz vəzində ifraz olunan çox həyati vacib bir hormondur. Əsas işi isə yuxunu nizamlamaqdır. Melatonin hormonu yuxumuzun dərin və tam keyfiyyətli olmağını təmin edir. Amma təkcə onun funksiyası yuxu deyil. Detoks funksiyası həyata keçirir. Qaraciyərin detoks funksiyasının axşam atmasının bir səbəbi də odur. Antioksidant funksiyası var. Bir çox psixoloji xəstəliyin yaranmasının qarşısını alır. Hormonal balansı nizamlayır. Ona görə də melatonin olmadıqda bir çox hormonal xəstəliklər, ürək-damar xəstəlikləri, metabolizm pozğunluqları, piyələnmə, şəkərli diabet bunların hamısı yaranmağa başlayır. Ona görə də araşdırmalar göstərir ki, yuxunun normal olmamağı, 7 saatdan az olmağı %9, %10 şəkərli xəstələrin artmasının sayını artırır. Melatonin işıqda ifraz olunmur. Qaranlıq düşdükdən sonra ifrazı başlayır. Ona görə də biz gecələr hər hansı bir telefon, televizor, elektron avadanlıqdan istifadə etdikdə bizdə günəş effekti yaradır və melatonin blokad edir. Melatonin ifrazını dayandırır. Ona görə də bizim yuxumuz tam almırıq, gündüzlər əsəbi, gərgin oluruq, maddələr mübadiləsisi pozulur, hormonal disbalans yaranır və bir çox xəstəliklər üçün zəmin yaradır. Melatonin hormonu bu qədər vacibdir. Uşaqlarda adətən 2 yaşdan sonra başlayır funksiyasına, 2 yaşa qədər adətən ana südündən alır. Melatonin çox qidalarda olmur. Çox az qidalarda olur, xüsusən də süddə. Ona görə də insan yatan zaman südün istifadəsi insanın yuxusunu daha da keyfiyyətli edir. Yuxu bizim həyati proseslərimiz üçün, sağlamlıq üçün çox önəmlidir. Amma nə vaxt yatmaq? Qaranlıq düşdükdən sonra çox gecikmədən, vaxtında yatmaq və səhər də sübdən durmaq çox önəmlidir. Çünki sübh vaxtı duranlarda araşdırmalar göstərir ki, gecə melatonin ifrazın daha da yüksək olur. Buna görə də gecə yuxusu bizim sağlamlığımız üçün, sağlam yaşamağımız üçün, xəstəlikdən qorunmağımız üçün çox vacibdir.